Herkese salam, kanalıma və yeni bir vloguma xoş gəlmisiniz, səfa gətirmisiniz. Bugün çox gözəl bir gündür. Həm hava çox qəşəngdir, günəşlidir, həm də çox gözəl bir minnaq oğlan dünyaya gəlib bugün. Emil bala, mənim əmim qızının balaca oğlu, yəni əmimin nəvəsi. Allah saxlasın deyirəm. İndi biz hazırlaşırıq. Ömər də burada görürsünüz də forslanırdı. Mahnı qoşub öz üçün səhər deyir ki, doğum günü partiyə gedirəm mən. Axşamdan artıq bunu deyirdilər. Belə yığışmışıq, gedirik. Öməri qoyacağım mama gilə. Oradan da gedəcəm, biraz hazırlaşım. Mənə biraz rəng, ruh qatsınlar. Belə neynəsə bugün inşallah ki vlogda çəkəcəm. Qızlar gəlib çatmışıq mama gilin həyətinə. Ömər yatır. Günorta yatmayıb deyə yatıb qalıb maşında. Yoldaşım bir şey var buradan alması mağazadan. Onları getdi alsın. Mən dedim ki, qoy oturaq bir 15 dəqiqədə maşında qoy yatsın. Bir 15 dəqiqə yolda gələ-gələ ki, yuxuya getdi. Bir 15 dəqiqə edirəm bir yatsın. Bir yarım saat olsun ki, gözünün acısını alsın ki, sonra yoxsa doğum günündə problem ola bilər, yaşayarıq. İndi mən Öməri qaldıracağım mama gilə. Bacım bilirsiniz də mama gildədir. Orada uşaqla oynasınlar, bacımın oğlu ilə. Hazır giyindirmişəm, eləmişəm, yedizdirmişəm. Artıq saat bu arada 4-dür, 5 işdir 10 dəqiqə. 5-in yarısını burada yazılmışam. Neftçilərdə Lotus'la üzbəüz make-up. Oraya yazılmışam. İnşallah aşağıda Instagram hesabına bölüşərəm sizlərlə. İstəyən olsa hicablı bacılarım, mütləq yanına məncə bir dəfə heç olmasa gedin. Çünki bir dəfə getsəz, təkrar gedəcəksiniz, inanıram. Çünki sizin üzünüzə yaraşan makyajı eləyəcək. Və hicablar da çox qəşəng, çox belə zövqünün hicablar da yığır. Düzdür, mən bugün hicab yığdırmayacağım. Doğum gündür, uşaq ad gündür, balaca belə bir yığıncaqdır. Ona görə elə bu başımdakı hicabı taxacağım. Bir də başqa don giyinəcəm. Ondan inşallah ki uyacaq. Belə yorğunam. Özüm evdə üzümə nəsə çəksəydim. Birincisi o qədər mənim kosmetik vasitələrim yoxdur. Məni çoxdan izləyənlər bilirlər. Mən çox sevmirəm. Heç hicabsız da olsam sevmirəm, yəni belə çox make-up eləyib küçədə gəzməyi. Yoxdur, sadəcə yəni bir tonalnim var, bir pudram, bir tuşum, bir dənə də dodaq qələmim var. O da heç bilinməz bir rəngdir. Sadəcə yorğunluq görünməsin deyə gündəlik onları vuraram. Amma hal-hazırda görürsünüz, göz altlarım falan yorğunam yəni. Hər kəsdə olduğu kimi rəng bərabərsizlikləri falan var. Ona görə inşallah ki biraz mənə rəng versin, ruh versin. Belə Allahın izni ilə heç bir xanım kifir deyil mənim nəzdimdə bu arada. Xanımlar hər kəs gözəldir. Çünki bizi ilk öncə Allah yaradıb. Yaradan gözəldir. Biz yaradanın əsəriyik, belə deyim. Rəsm əsəriyik sanki. Ona görə də heç kim kifir deyil. Sadəcə yüngül toxunuşlarla rəng qatırıq üzümüzə, gözümüzə. Çünki yəni bu cür də olmaz da. Bu cür də olmaz. Belə inşallah Allah nəsib eləsin hər kəsin övladının xoş günündə, toyunda, nişanında bəzənək düzənək inşallah. Allah bizim də övladlarımıza daima xoş günlər nəsib etsin inşallah. İnşallah Ömərin nişanında, toyunda. Gəldim, çatdım. Keçən vlogumda bir il bundan qabaq əslində çəkmişdim buranı bir dəfə. Yolunu yenə sizin üçün çəkirəm. Baxın, Lotus buradadır. Lotus buradadır, baxın. Görürsünüz. Burada da hicab molyası. Görürsünüz. 2-ci mərtəbə. Qalxırsınız. Sizə göstərəcəm. Da mənim. Soyuqdur. Da belə qalxırsınız. Çox asandır yeri. Həm də bizə mama gelin evdə də yaxındır. Həm qiymət münasibdir, həm əl işi superdir, hər şey. Rəkandan qalxandan sonra. Baxın, belə. Sağa dönürsünüz, bax burada.
Bir xoşum gəlir bu qırmızı aksesuarlardan. Allah. Hə. Baba da çox qəşəngdir. Mirvarlı, baba mirvarlı. Hə, yamaşdı. Çox superdir. Bu nə? Bu belə ortaya taxılmaqlıqdır, hə? Qızlar, o qədər gözəl aksesuarlar var ki, çıxın, gəlin sizi bəzəsin bacımız. Maşallah, çox gözəldir hər biri. Allah toy nəsib eləsin. Gəlmişik qızlar. Bizə belə hədiyyələr qoyublar bura. Baxın, konfetlər. Qəşəng şirnisi, bəbənin, beləcə bəbənin. Elə Allah saxlasın, böyük oğlan olsun, Emil bala. O gün olsun 10, 20, 50, 100 yaşı qeyd eləsinlər inşallah. Gəlmə. Göstərmə. Göstər sən də. Nə mübarəkdir. Nə mübarəkdir, böyük oğlan olasan. Böyük oğlan olasan. Yavaş-yavaş hamı gəlir. Qazlı düşür. Qızlar, sizlər üçün biraz masanı da çəkmək istədim. Bu arada ad günü Ülvi Şadlı Sarayında idi Razində. Əgər kimsə bu yaxınlarda ad günü falan, nişan, toy falan keçirmək istəyirsə, məncə nəzərinizdə saxlayın. Çünki mən öz favori restoranlar spiskıma əlavə elədim bu restoranı. Həqiqətən çox xoşum gəldi. Yeməklər hamısı svej və isti gəlirdi. Mən çox bəyəndim. Ümumiyyətcə Razin ərazisində heç gözləməzdim ki, belə qəşəng bir restoran fəaliyyət göstərir. Bu da Emil balanın möhtəşəm dekorudur. Bunu da çəkmək istədim. Nə qədər ki, çox adam yoxdur. Həqiqətən hər şey çox gözəl idi. Rəbbim ömrünü ən azı bugünkü qədər gözəl keçirsin. İnşallah Emil balamızın ömrünə bərəkət olsun. Bu da bizim səbəbkarımız, yaraşıqlı balamız. Heç mamasını hələ deməmişəm, amma editləmişəm hal-hazırda inşallah ki, narazıçılıq olmaz. Balamızın görüntüsünü çəkib qoymuşam çünki bura. Maşallah, subhanallah, çoxlu bol-bol maşallah deyin qızlar yorumlarda. Bacara bilənlərinizdə bol-bol Ayətül Kürsü, Fələq Nas oxuyun körpələrimizə inşallah. Onun əlini rula tutmağına baxın siz. Onun maşında əda ilə kişi oturmağına baxın siz. Maşallah. Şəhərdən məni izləyən qızlar kim-kimdə əslində bilirlər, amma yeni gələn izləyicilər var deyə yavaş-yavaş tanıtmaq istəyirəm hər kəsi. Ən azından öz yaxınlarımızı. Mavi paltarlı, mavi donlu qız mənim əmimin qızıdır, əmimin böyük qızıdır. Onunla məni həmişə bir-birimizə çox bənzədirlər, mən də bənzədirəm. Gümüşü incə-mincə gəlindəki bizim gəlinimizdir, əmim oğlunun xanımıdır. Hansı ki toylarını izləmişdinizsə, hansı ki bir neçə saatın içində hələ o vaxt səhifəm 8.000 falan idi. Bir il bundan qabaq, il yarım bundan qabaq 35.000 ya 45.000, bir neçə saat içində 45.000 izləmə gəlmişdi onların toy vloquna. Həqiqətən super keçmişdi toyları. Sadəcə mən məcbur orada hicabsız idim deyə o vloqu gizlin etmişəm, amma özüm üçün yadigar saxlamışam. Bax bu gözəl xanım, sarı saç xanım, qəhvə şalvar köynündə olan o əmim qızının qaynasıdır. Yəni ki, balaca oğlanın səbəbkarı nənəsidir. O mənim əmim qızı, o da onun yoldaşıdır. Teymur bizi çox güldürür həqiqətən. Deyərəm ki, ailədəki ən belə şən, zarafatçı kürəkəndir. Belə Kəlağaylı mənim bacımdır, anamdır, e, 2 ay 10 ayda olan anamdır. 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 2 ay
Bu da bizim İgid balamızın, Emil balamızın şirin payıdır, tort payı. Artıq tortu kəsdilər valideynləri. Bu arada balacanın atası olan kadrları məcbur kəsmişəm qızlar. İndi soruşarsınız ki, ana görünür amma ata görünmür bəlkə videolarda. Çünki mənim qızın yoldaşı dövlət işçisidir. Onun istəmirəm üzü görünsün. İşində gələcəkdə problem falan olar. Ona görə də o kadrları kəsmişəm. Özüm də hərbiçi olduğuma görə o nüanslara diqqət etməyə çalışıram. Yəni bacardığım qədər. Belə burada da qızlar əylənirlər. Mən də onları çəkirəm. Bu qədər. Ümumiyyətlə hicaba keçəndən bacardığım qədər çalışıram. Hər nə qədər alınır bu məndə bilmirəm, amma çalışıram həyatıma diqqət eləyim. Hicabından dolayı buradan da demək istəyirəm ki, deyirəm əmim qızı məni anlayır. Mən nə üçün tam rəqs etmədim əvvəlki kimi. Çünki örpəyimə görə biraz ehtiyat edirəm artıq əvvəlki kimi. Daha rahat hərəkətlər etmirəm. Amma belə çəkdim onları. Biz oturaraq əylənənlərdənik. Və düşünürəm ki, bir məclisdə bakılılar olsun, durub bakılı balasıyam oynamasınlar. Bu mümkün deyil. Ona görə də hamı qalxıb sevərək rəqs eləyir. Her birimiz aile. Bunların hamısı başkan sevesi. Hayır, hem de neler anlatıyor ya. Vlogu burada bitirmək istəyirəm, amma sonda Ömərin möhtəşəm performansını sizlər üçün qoyuram. Ümid edirəm ki, bu vlogu bəyəndiniz. Rəbbim hər birinizin evinə şən, xoş günlər nəsib etsin. İnşallah növbəti gün, növbəti vlogda Allah izin versə görüşərik.